Tamam. Salam, xoş gördük. Hörmətli həmkarlar, hörmətli dostlar. Məlumatınız olduğu kimi UNEK-də mart ayının 1-dən mart ayının 28-nə qədər elm festivalı keçirilir və bu elm festivalı çərçivəsində bizim UNEK-də 33 tədbir nəzərdə tutulub. O tədbirlərdən biri də bu günləri bizim təşkil etdiyimiz tədbirdir. Tədbirimizin mövzusu kosmos iqtisadiyyatının aktual problemləridir. Təqdimatı bizə UNEK-in Ekonomifizika Tədqiqat Mərkəzinin rəhbəri Professor Şahlar Əskərov edəcək. Şahlar müəllim, buyurun, söz sizdədir. Əvvəlcə istəyirsiniz, Şahlar müəllim, belə ümumi çıxış eləyin, sonra siz paylaşarsınız təqdimatınızı. Buyurun, eşidirik. Çox xahiş edirəm, həm də bunu qeyd etmək istəyirdim ki, Facebook üzərindən bizim səhifəmizdən canlı yayımlanır. Ona görə mümkün qədər iştirak etməyənlər mikrofonlarının səsini bağlayardılar ki, maneçilik olmasın. Oldu. Siz çıxış edin, sonda isə münasibət bildirmək istəyən, sual vermək istəyənlərə də mən bütün iştirakçıları salamlayıram. Nə yaxşı mart ayında bir elm festivalı təşkil olunubdur. Təqribən 7-8 il bundan qabaq mənim təhvilimdən Novruz mühazirələri gedirdi və Etibar müəllim də buradadır. O Novruz mühazirəsində çox dəyərli insanlar danışırdı. Niyə Novruz mühazirələri? Çünki Novruz bayramında insan həyatının hər bir hissəsi Novruzdan pay alır. Bir başdan beyindən başqa. Baş beyin də Novruz payı alsın deyə biz Novruz mühazirələri təşkil etmişdik. Görkəmli alimlər çıxış edirdi. Biraz o dayanıbdı. İndi mən çox sevinirəm ki, elm festivalı var. Ölkəmizdə özdən artıq neçənci ildir davam edir mart ayında. Və mənə də təklif olunan tema bu olubdur ki, kosmik iqtisadiyyatın aktual problemləri. İki cümlə ilə onu deyə bilərəm ki, kosmik iqtisadiyyat çox nəhəng bir iqtisadiyyatdır. Bu iqtisadiyyatın bugünkü həcmi təqribən 400 milyard dollardan yuxarıdır. Və güman olunur ki, təqribən 10 ilə bu 1 trilyonu atlayacaqdır. Ona görə bu iqtisadiyyata baxışlar da müxtəlif ola bilər. Və belə baxışlar da müxtəlifdir. Mənim sizə təqdim edəcəyim deməli, slaydalar bu mənim baxışımı əks etdirir. Və beləliklə birinci slayda mən göstərilir ki, Azərbaycan prezidenti İlham Əliyev zamanında belə bir söz deyibdir. Azərbaycan kosmik sənayesi yaradılıbdır. Azərbaycan kosmik klubun azsaylı üzvlərindəndir İlham Əliyev. Yəni doğrudan da dünyada 200 dövlətə qədər dövlət var. Nə yaxşı ki, bu dövlətlərdən hardasa 20-si, 30-u kosmik klubun üzvüdür. Bizim dövlətimiz də kosmik klubun üzvüdür. Mən bu yerdə mənim səsim gəlirmi? Bəli, Şahlar müəllim, əla gəlir, buyurun. Mən Mustafa Kemal Atatürk'ün bir sözünü gətirmək istəyirəm dilə. Gələcək göylərdədir deyərək səmanın nə qədər vacib olduğunu vurğulamışdı. 1996-cı ildə ilk dəfə mən Türkiyəyə gedəndə bir DAYAK deyilən qrupun tərkibində Atatürk limanında bu sözü oxudum. Gələcək göylərdədir. Ondan bu yana o zaman mən düşündüm ki, Böyük Öndər nə dərəcədə gözəl deyibdir. Amma biz göylərin subyekti olmadığımıza görə bizə kah ikinci dünya ölkələri deyirlər, kah İslam ölkələri deyirlər. Şükür olsun ki, bu geriliyi də biz aradan qaldırmışıq. İndi mən burada səma və kosmosa biraz da fərqləndirirəm. Dəniz səviyyəsində 760 millimetr civə sütunu var. Bunu hamımız bilirik. Biz dəniz səviyyəsindən yuxarı qalxdıqca təqribən 6 kilometr dağlara dırmaşdıqca insan məskunlaşa bilər, insan yaşaya bilər, məskunlaşa bilməz. Misal üçün, deyək ki, mənim doğulduğum Kəlbəcər rayonu təqribən Kəlbəcər qəsəbəsi dəniz səviyyəsindən 2000 metr, yəni 2 kilometr yüksəkdir.
Amma 6 kilometrdən yuxarı qalxdıqca hava seyrəsləşir, insanların nəfəs alması çətinləşir və o deməli səma başlayır, səma mühiti başlayır. Ona atmosferin başlanğıcı hardasa 20-30 kilometrdən başlayır, 100 kilometrə qədər davam edir. Orta əsrdə də bu 100 kilometrə qədər davam edirdilər və orta əsrdə ilk dəfə səmanın atmosferin təzyiqi olduğunu böyük İslam alimi İbn Əl-Haysam deyibdi. İbn Əl-Haysam. Bu təqribən 1000-ci illərdə yaşamış İslamdır, Bəsrə doğumludur. Bu o qədər böyük yanında İslam aləmində də bunun hörməti beləsi deyə İraqın pul vahidində İbn Əl-Haysamın şəkili də vurulmuşdu. İndi bilmirəm, vurulub, amma belə olubdu. Əl-Haysam o alimdir ki, ilk dəfə havanın təzyiq olduğunu dedi. Əl-Haysam o alimdir ki, ilk dəfə yer kürəsinin diametrini hesablayırdı. O diametr elə indiki hesaplanan diametrə çox yaxın rəqəmdir. Bu dərəcədə böyük alim olubdu. Amma çox da mən bu fürsətdən istifarə İbn Əl-Haysamı da bura şəklində vururam ki, yəni bizim bəzən İslamı elmdə günahlandırırlar, baxsınlar ki, elə elmin düz başlanğıcında İslam durmuşdu. Və səmanın fəthi. Səmanın fəthi 1903-cü ildə iki qardaş tərəfindən səma fəth olunur. Onların Wilbur Wright, bir də Orville Wright qardaşları bir qurğu qururlar. Buna biz aeroplan da deyə bilərik. İlk dəfə yerin cazibəsindən bu iki qardaş çıxıbdır. Bu iki qardaşın şəkillərini də mən verirəm ki, biləsiniz ki, deməli, bax, bu iki qardaş ilk dəfə yer kürəsinin cazibəsini qıraraq səmaya qalxıbdılar. Və onların o ilk təyyarəsi, taxtadan düzəlmiş təyyarəsi təqribən belə olubdu və mütəxəssislərin dediyinə görə bu saatda onların bu təyyarəyə, bax, bu gördüyünüz şəkildə təyyarəyə qoyduqları konsepsiya indiki müasir əməliyyatlarda da elə o ilə istifadə olunur. Biz səmanın iqtisadiyyatı varmı? Əlbəttə səmanın iqtisadiyyatı var. Hava limanları var bütün dünyada, təyyarə parkları var, təyyarələrin, pilotsuz uçan aparatların istehsal edən sənaye müəssisələri var. Səma iqtisadiyyatında öz bəhrəsini sərnişin daşıma da verir, yüz daşıma da verir və turizmi də verir. Biz bir nöqtədən başqa bir nöqtəyə gedəndə səmanın potensialından istifadə edirik. Onu qeyd edeyim ki, torpaq və su kimi səma və kosmosun da potensialı böyükdür. Mən əvvəlcən dedim. Səma və kosmosun vacib özəlliyi də var. Torpaqdan fərqli olaraq o üç ölçülüdür. Torpaqda biz ancaq iki ölçülüdür. Onun sağına, soluna gedə bilərik, yuxarısına, aşağısına, amma səma üç ölçülü fəzadır. Bu isə onun potensialını artıran bir işdir. Bu yaşam mühitlərinin potensialı haqqında fikir yürütsək, belə demək olar ki, torpağın potensialından Türk soyu çox mötəbər istifadə edir. At belində Altaydan düz Şərq Avropaya tərəf gedərək bu torpağın potensialından lazım olan qədər istifadə etdi. Düz Macaristana qədər gəldi, çıxdı Hunlar dövləti. Və suyun necə potensialı varmı? Bu suyun potensialı çox böyükdür. Buna bir misal deyim ki, 1453-cü ildə Sultan Mehmed Fatih suyun potensialından istifadə edərək Konstantinopolu aldı. Bəs
səmanın potensialından necə istifadə etmək olar adi dövlətlər? Misal üçün bizim deyək ki, Qarabağ qələbəmizdə səmanın potensialı varmı? Əlbəttə ki, var. Qarabağ qələbəsində səmanın potensialı bizdə həll edici rol oldu. Çünki 30 il ərzində ermənilər orada Ohanyan müdafiə xətti deyilən 6 xətt qurmuşdular və onlar güman edir ki, dünyada heç bir dövlətin ordusu bu xətti çəkə bilməz. Yəni, İkinci Qarabağ müharibəsində ermənilər bizi torpaqda gözlədiyi vaxt Azərbaycan ordusu səmanın potensialından istifadə edərək ermənilərin bütün infrastrukturunu tarımar elədi. Deməli, biz nədən istifadə etdik? Səmanın potensialından istifadə etdik. Möhtəbər özlə bu səbkidə ki, biz istifadə etdik, bəlkə də Cənab Prezident haqlıdır ki, bir çox hərbi müəssisələrdə bunlar öyrəniləcəkdir və öyrənilir də yəqin. Bəli, bu puanı düzəldən oğlan budur. Səlcuq Bayraktar. İbn Əl-Haysam əgər kosmosun nə olduğunu demişdi, yer kürəsini ölmüşdü. Bax, bu Bayraktar da bu puaları, yəni pilosuz uçan aparatları istihal etdi. O zamanlar mən yuxarıda dedim ki, dahi Atatürk'ün ki, istiqrarımız səmadadır demişdi və biz son 100 ildə səmanın potensialından istifadə edə bilmirdik. Ona görə səmanın potensialından istifadə edən dövlətlərinin dediklərini etməyə məcbur olduq. Mən güman edirəm, səmanın potensialından istifadə etmək də bir dövlət kimi Türkiyəni də subyektləşdirdi. Nədə subyektləşdirdi? Dünya siyasətində. Da heç kəs Türkiyə yuxarıdan aşağı baxa bilməz, bərabər baxmalıdır. Yəni, bu da dövləti, yer kürəsinin, bəşəriyyətin idarə edilməsində böyük rol qazanıbdır. Nəyin hesabına? Səlcuq Bayraktarın yaratdığı, yəni 3-cü mühitin, sudan, torpaqdan əlavə olaraq səmanın potensialından istifadə etdiyimizə görə. İndi keçək kosmosa. Kosmos deyəndə adətən dəniz səthindən 100 kilometr yuxarıda olan səma ənciklikləri başa düşülür. Bu sahədə də Azərbaycan öz tövhəsini veribdir. Belə ki, Sovet kosmik proqram banilərindən biri Kərim Abbasəloğlu Kərimovdur. Kərim Abbasəloğlu Kərimov mən həyatda görmüşəm. O 88-ci ildə Bakıya gəlmişdi. Tofiq müəllim var idi, Kosmik Tədqiqatlar İnstitutunun direktoru idi. Onun dəvəti ilə gəlmişdi. Azərbaycanda qızı ilə də gəlmişdi. Azərbaycanı gəzirdi. Azərbaycanda Tofiq müəllimə, yəni Kosmik Tədqiqatlar İnstitutu lazımı dəstəyini və köməkliyini də verirdi. Bu belə ensiklopediyalarda Sovet mühəndisi, alimi gedir, artilleriya general-leytenantıdır. Pilotlu gəmilərin sınaq uçuşları üzrə Dövlət Komissiyasının sədri olubdur. Düz 91-ci ildə, yəni Sovet dövləti dağılana qədər. Bu da kosmosun inkişafında əmək sərf edən bir Azərbaycanlıdır. Bəli, kosmosda Azərbaycana lazımdır. Buna görə Azərbaycan Respublikasının prezidenti 2013-cü il tarixli sərəncamı ilə Azərkosmos Açıq Səhmdar Cəmiyyətini təsis etdi. Və mütəxəssisləri, idarə edənləri, bu sahədə düşünənləri bir yerdə toplamaq üçün belə bir bizim qurumumuz da var. İnanıram ki, gələcək Mart elm festivallarında bu insanlar daha dəqiq, mütəxəssis fikirlərini də söyləyəcəklər. Bəs bu göy cisimləri göyə nə ilə qalxır? Göy cisimləri göyə adətən raketlərlə qalxır. Bu raketlər adəti üzrə kimyəvi raketdir. Burada fizikanın bir qanunundan istifadə edirlər. Deməli,
Eğer bir qabda, bir rakette yanacaq yanarsa, o yanacaq atılır geriyə, ona hərəkət miqdarının saxlanması qanunu deyirlər və həmin cisim, həmin hərəkət miqdarının saxlanmasına qanuna görə bərabər hərəkət miqdarı ilə qabağa gedir. Buna görə kosmik aparatı kimyəvi raketlərlə göyə qaldırmaqdan ötürü ya quru, ya maye yanacaq yandırmalısınız. Bu yanacaq yananda o alovlu hissəsi çölə ki gedir, onda raket qabağa uçacaqdır. Amma belə deyirlər ki, belə də fərz eləyirlər ki, deməli, gələcəyin 21-ci əsrin raketləri ion mühərrisləri olacaqdır. İon mühərrisləri. Bu, biraz əvvəl olsaydı daha yaxşı, kosmik iqtisadiyyatın əhəmiyyəti haqqında Amerikanın bir tanınmış deməli, məmurunun, bir kontr-admiralının belə iki sözün diqqətinizə çatdırmaq istəyirəm. İstənilən digər infrastrukturun aslı olduğu ən vacib infrastruktur kosmosdur indiki dövrdə. Deməli, əgər biz kənd təsərrüfatını götürsək, bu böyük bir infrastrukturdur. Bu Tom Zelibor'un dediyinə görə kənd təsərrüfatı da kosmosdan asılıdır. Onun vasitəsilə olur. Onun dediyi ikinci söz buydu, onu mən yuxarıda dedim. Kosmosun iqtisadiyyatı hazırda 424 milyar dollar dəyərindədir. Lakin növbəti 10 illikdə trilyon dollara çatacağı da proqnozlaşdırılır. Mən yuxarıda dedim ki, gələcəyin 21-ci əsrin daşıyıcıları ion mühərrisləri olacaqdır. İon mühərrisləri çox böyük olmayan, hələ ki, avtomatik kosmik stansiyaların əsas daşıyıcı mühərriki kimi istifadə edilir. 1960-cı ildən istifadə edilir. Amerikada istifadə olunur. 60-cı ildəndir, amma 60 ildir. Bu ion mühərrislərin daşıyıcı qüvvəsi ion selidir. Biz əgər kimyəvi yanacaqdan istifadə edəndə yanacaq yanır, temperatur 2000 dərəcə Selsiya olur. Orada çölə atılan alov da zərrəciklərin sürəti 2000 dərəcəyə uyğun olur. Yəni onu hesablamaq çox asandır. Amma ion mühərrislərində siz iyonu ondan 100 qat, 1000 qat, 10.000 qat daha böyük sürətlə geri ata bilərsiniz. Deməli, onda ata bilərsinizsə, onda bu böyük daşıyıcı qüvvəsinə malik olar. Fizikasının o ilk cümləsi budur. Bu haqda mən danışmaq istəmirəm və bu tədbirdə biz başqa parametrlər vermək istəmirəm. Çünki mən Azərbaycan Milli Aviasiya Akademiyasında 16 mayda 2013-cü ildə geniş məruzə ilə bu haqda çıxış etmişəm. Həmin ion mühərrislərinin deməli həm konstruksiya, həm tətbiqi haqqında o bir başqa bir şeydir. Akademik Paşayevin rəhbərlik etdiyi seminarda. Mənim məruzəm də belədir. Kosmosun fəthində ion mühərrislərinin istifadəsi olmuşdu. Ona görə mən fizikadan çox danışmaq istəmirəm. İon mühərriki bax, bunlardır. Real həyatda belə də görünür. Sol tərəfdəki ion mühərrikinin sxematikdir. Sağ tərəfdə isə real ion mühərrikidir. Siz ion mühərrikinə baxsanız görəcəksiniz, sol tərəfdə bir balaca siqaret boyda bir turba var. Ona katod deyirlər. O katodun əsas məqsədi budur ki, elektronlar buraxsın, elektron seri versin. O katod elektron seri verir. Elektron seri bu həcmdə olan iyonları, nə qədər iyon ağır olsa bir o qədər yaxşı olar. Misal üçün civə olsa laf yaxşı olar. Əgər bu neytral qazsa onda argon olsa yaxşı olar. Həmin elektronlarla iyonları biz bombardıman edirik, iyonlaşdırırıq. İndi bu iyonları əgər biz kosmosdan kənara tullaya bilsək, bu artıq mühərrik ola bilər. Ona görə burada 2 dənə də tor var.
ve bu torlar ikisi de menfi potansiyel altındadır. Çünkü adeten iyonlar müsbet potansiyelde olur. Şimdi biz bu torlara ne kadar büyük menfi potansiyel versek, hemen bu hacimde olan iyonlar o potansiyeli enerjisini alacaktır ve bu tordan kenara tullanacaktır. Tullanacak. Bu da onu gösterir ki bir iyonun yarattığı dartı kuvvesi bir yanacağın molekulunun dartı kuvvesine 10.000 defa çok olabilir. Ve ona göre de beşeriyetin dikkati buna yönelifti. Ama onu diyeyim ki ilk iyon mühendisleri ilk saniye işledi, dayandı, işlemedi. Esas da problem bundan ibaret oldu ki iyon mühendisi işləyəndə ki müsbət iyonları attı kosmosa, kosmosa müsbət iyonları atanda aparatın özü menfi yüklendi. Aparatın özü menfi yüklediğine göre sonraki iyonları kosmosa atmada imkan vermedi. Onda alimler bu karara geldi ki o iyonları biz iyon şeklinde kosmosa tullamayaq, o iyonları neytrallaştırarak atom şeklinde tullayaq. Ona göre ikinci deməli bir tor da koydular. Bu iki tor arasındaki mesafeye perizaryat hacmi deyirlər, sahəsi deyirlər. Orada iyon, argon iyonu, orada argon mühitindən keçəndə argon atomunun bir elektronunu alır, iyon olur, sürətli argon atomu ve semaya artık argon atomu gibi gelir. Ve o da o elektrostatikleşme aparatta baş vermir ve işləyir. Pırvor işləyir. Elektrostatik iyon mühendisinin sxemi buradadır. Ben onun artık kuruluşu hakkında size danıştım. Da artık söze bence ehtiyat yoktu. Keçək növbəti. Bu iyon mühendisleri Amerika'da harda istehsal olunur? Esas NASA'nın ilmi merkezlerinde. John Helen Research Center at Lewisfield, bu Cleveland'de Ohio ştatında yerleşir. Jet Population Laboratory, bu Kaliforniya'da yerleşir. California Institute of Technology, bu da Kaliforniya'da. Esas ilmi ve konstruktif cəhətdən bu merkezler bu iyon mühendislerini Amerika'da hazırlayır. Bu iyon mühendislerinin bir çatışma cəhəti onun bu katodundadır. İyon mühendisinin qulluq müddəti 3 ildir. Ona göre 3 ildir ki 3 ildən sonra o qulluq eləyə bilmir. Onun katodunun qulluq müddəti 3 ildir. Eğer bu katodun yaşama müddetini biz 3 defa, 10 defa, 5 defa artırabilsek iyon mühendisleri 3, 5, 10 defa kosmosta deməli hökmən qulluq edəcəkdir. Deməli iyon mühendisinin problemi onun katodunun problemidir. Bu problem elbette bu işlerden, bu dediğim yukarıda Amerika işlerinden haberi olmadan başka bir niyetle katodun o problemini ben deməli zamanında tədqiq etmişəm ve o zamanları benim tədqiq apardığım deməli qurğuda unikal qurğu sayılır. Yani Amerikanlar da heylə sayılır. Onun da unikallığı oradaydı ki bizim aldığımız iyon cəryanı o dövr üçün, yani ben size deyirəm 1970-ci illər üçün rekord qiymətə malikdir. 0,5 amper bölünsün kvadrat santimetr iyon seli alabilirdi. Bu çok büyük iyon selidir. Bu ise imkan verir ki katot dedim yeyilir, o erozya olunur. O erozyanı öğrenmek olar. Ancak o zaman öğrenmek olar ki bu selin çok olsun. Yani 0,5 amper bölünsün kvadrat. Biz 0,5 amper bölünsün kvadrat santimetr iyon mənbələri vasitəsilə katodun erozyasını öğrenmişik ve o zaman aldığımız neticeler
Rusiyanın məşhur iki jurnalında çap olunub 70-ci illərdə. Biri 68-də, buna Fizika Tverdovo Telo jurnalı deyirlər. Biri de, elə o birisi də Fizika Tverdovo Telo'dur. Yəni bu 70-ci illərdə tədqiq olundu və o zaman da kifayət qədər bu indiki dillə desə istinadlar yığırdı. Amma 1999-cu ildə həmin o Amerikanın tədqiqat mərkəzlərindən birində bir memorandum bu çap olundu. Deməli o qadağan müddəti açıq olduğuna görə çap olundu. O da bu Maris Mantenyuk'un memorandumuydu. Maris Mantenyuk bir məqalə yazmışdı NASA'nın jurnallarında ve orada təqribən 16 yerdə sizə dediyim o iki işə istinad eləmişdi və hətta axırıncı 10-15 cümləsində bir neçə yerdə Askerov Sena deyirdi. O da neye göre deyirdi? Çünkü bu bizim aldığımız eroziya ilə bağlı aldığımız elmi nəticələr çox böyük etimat göstərirdi. Sena mənim elmi rəhbərim olubdur. Rəhmətə gedibdir. Allah ona rəhmət eləsin. Bu adətən aspirantlar ikinci, rəhbərlər birinci yazırdı. Elə bu məqələni də mən heylə yazmışdım. O götdü, öz adını pozdu, elədi ikinci, mənim adımı saldı birinci. Dedi, yox, bu işdə sən əməyin mənimkindən çoxdur. Bu da elmi etikadır ki, rəhbər də gərək öz aspirantına qayğı ilə yanaşsın. Onun əməyindən istifadə etməsin. O mənim adım. Ona görə də bütün Amerikada bu deməli istinadlar Askerov Senat şəklində gedir. Biz ve buna göre dikkat yetirsek bu elmi işe Maris Mantenyuk yok, Oliver Düşman'da ve onun laboratoriyası əməkdaşları çok büyük dikkat yetirib. Niye? Çünkü iyon mühərrizlərinin hazırlanmağında, katodun hazırlanmağında əhmiyyət cəsb edir və bu iş onlara kömək eləyir. Katodun seçilməsində kömək eləyir. Hətta Oliver Düşman'ın disertasiyasını mən internetdən götürdüm, oxudum, o disertasiyasıyla tanış oldum. Birinci ilk dəfə idi ki, mən görürdüm ki, Amerikada müdafiə edənlər bizim ki, müdafiə eləmirlər. 4-5 nəfər məşhur adam yığılır, bu işi tanıyır, bu 4-5 adam hə deyəndə ona alim adı verirlər. Və bu, mən Oliver'in disertasiyasıyla tanış oldum və orada o yuxarıda göstərdiyim işlərə istinadları da görmüşdüm. Və beləliklə bu işdən istifadə edərək Amerikanlılar iyon mühərrislərinin katod problemini həll etdilər və onlar deməli bu işlə və bu mühərrislər kosmosda işləyir. Kosmosdan və onun iqtisadiyyatından danışanda hökmən Elon Musk'ın da adını çəkmək lazımdır. Düzdür, bunun çox böyük firmaları var idi. O kosmosla əlaqədar deyildi. Amma o SpaceX təsis etdi və kosmosa deməli girişdi və dünyanın ən yəni kosmosa bu adam turistlər aparır. Səyahətə turistlər aparır. Onu da qeyd edim ki, bir turistin gedib gəlmə xərci təqribən 20 milyon dollar təşkil edir. İndiyə qədər mənim məlumatıma görə təqribən ondan çox turist deməli kosmosa gedib, qayıdıb, gəlibdir. Bu böyük bir yaradıcı insandır. Həddindən artıq çox böyük yaradıcı insandır. Hətta bunun yaradıcılıq, alimlik qabiliyyəti deməli İngiltərədə London Kral Cəmiyyəti tərəfindən qiymətləndirib, o Kral Cəmiyyətinin üzvü də sayılır. Dünyanın ən varlı adamıdır. Onun təqribən sərvəti 185 milyard dollardır. Yəni, heç kəsin bu qədər deməli
pulu yoxdur, kapitalı yoxdur. Bu da Elon Musk hesab edir ki, kosmosu səyahəti ucuzlaşdıracaqdır. İndi 20 milyarda gedib gəlmək onun hesabı ilə 10 dəfə belə azaldıla biləcəkdir. Mənim vaxtım qutarır, çünki mənə yarım saat vaxt deyilmişdi və 3 dəqiqə atlamışam. İndi amma bir neçə kəlmə kosmik sənadan da deyib, mən də çıxışımı qutarım. Buyurun, Şahlar müəllim, buyurun. Hə. Kosmik sənaye deyəndə bugünkü insanlar yox, gələcək insanların fəaliyyətinin müxtəlif sahələrini xarakterizə edəcəkdir. Bu, əlbəttə, kosmik turizmdən dedim, kosmik istehsalın inkişafı. Bir, deməli, təcrübəçi fizik olaraq mən onu sizə deyim ki, çox böyük perspektiv sahə kosmik istehsalın inkişafıdır. Bütün istənilən bərk cismin, istənilən maddələrin nazik təbəqəsi deyilən təbəqəni almaq mümkündür. Almazdan başqa. Almazın nazik təbəqəsini almaq mümkün deyil. Əgər kim almazın nazik təbəqəsini alsa, elə bilin ki, bizim evdə mətbəxdə olan mətbəx bıçağımız pendiri necə kəsirsə, almaz nazik təbəqə ilə dəmiri elə kəsmək mümkün olacaq. Çox güman olunur ki, fərz olunur ki, kosmik mühitdə, yəni kosmosun o dərinliklərində texnoloji aparatlarla almazın və daha başqa digər vacib elementlərin həm özünü, həm də təbəqələrini almaq mümkün olacaqdır. Ona görə mən sizə deyim ki, bu saat çip sözünü çox eşidirsiniz. Çiplər adətən silisyum, yəni kremninin lövhəsinin üzərində qurulur. Təqribən 1 millimetr vurulsun 1 millimetr, yəni 1 millimetr kvadrat sahəyə malik olan nazik bir təbəqədir. Onun üzərində integral sxem yığılır, integral sxem və satılır. Vaxtında Sovet dövləti zamanı bizim Bakı Dövlət Universitetinin qarşısında olan mikrosxemə texnika adlanan bir müəssisədə integral sxem yığılırdı. Rusiyanın Zelenograd şəhərində 6 institut vardı ki, mikrosxem yığılırdı. İndi bu Ukrayna müharibəsinə aydın oldu ki, Ruslarda integral sxemi ya Cənubi Koreyadan alırlar, ya Singapurdan, ya da Tayvandan. Yoxdur. Yoxdur. Bu da nədir? Əgər biz bir silisyum balvanı ala bilsək, o təqribən 10 santimetr diametrində olur. Onu lövhələrə böləndə bir lövhənin üzərində yüzlərlə deməli integral sxem yığmaq olar. Nə qədər o lövhənin diametri çox olarsa, onda integral sxemin qiyməti bir o qədər ucuz olar. Ona görə çalışırlar ki, həmin o göyərmiş silisyum kristalı, monokristalı böyük diametrə malik olsun. Güman olunur ki, kosmosda buna nail olmaq olacaq və integral sxemin iqtisadi dəyərini çox aşağı salmaq mümkün olacaqdır. Yəni, kosmik istehsal və yaxud da kosmik, buna texnologiya desək daha da yaxşı olar, kosmik texnologiyaya çox böyük perspektivi var. Kosmosda tikinti məsələsi, bu tikinti orbit stansiyaların qurulması niyyəti daşıyır ki, və orbit stansiyalar vasitəsilə bu saatda deməli, Rusiyanın orbit stansiyası Amerikanlarla bircə istifadə olunur və çox böyük əhəmiyyət olur. İndi başqa tikinti də yəqin ola bilər və beləliklə keçək deməli, burada nə nəticələr çıxartmaq olar, ona keçək. Nəticə belə çıxartmaq olar ki, mən Atatürk'ün bir sözün çətirmək istəyirəm birinci. Səmalarını qoruya bilməyən xalqlar heç vaxt öz gələcəyinə əmin ola bilməzlər. Deməli, kosmosun fəthi siyasi əhəmiyyət daşıyır. Birinci nəticəmiz budur. İkinci, səma və kosmosun inkişaf, iqtisadi potensialı böyükdür. Torpaqdan fərqli olaraq səma kosmos 3 ölçüyə malikdir. Qarabağ zəfərimizdə səmanın
potensialından uğurla istifadə etmişik. Gələcəkdə də inşallah edərik. Üçüncüsü, ion mühərrisləri hazırlamaq bir böyük problem deyil və bunun fizikasını, bunun incəliyini bilən də Azərbaycanda var insanlar. Biz ion mühərrisləri, əgər bizim Azərkosmosumuz varsa, əgər bizim Azərbaycan Milli Aviasiya Akademiyamız varsa, biz ion mühərrisləri də hazırlaya bilərik ki, onu da satmaq olar. İon mühərrisləri hazırlamaq olar. Dördüncüsü, mən inanıram ki, Azərkosmos Açıq Səhmdar Cəmiyyəti UNEK-in rektoru hörmətli Ədalət müəllim Muradovun gündəmə gətirdiyi bu teması var. Kosmosun iqtisadiyyatı teması. Gələcək seminarlarda, gələcək festivallarda onlar daha dərindən bu işə yaxınlaşıb, daha yeni məlumatlar sizə çatdıracaqdır. Mən sizə vaxtınızı aldım, diqqətiniz üçün təşəkkür edirəm. Sağ olunuz, mənim dediyim İrana xanım bu qədər olsun. Biraz 5 dəqiqədə keçdim. Yox, 10 dəqiqə. Şahlar mənim təşəkkür edirəm belə maraqlı və faydalı çıxışınız üçün. Biz də çox şey öyrəndik sizdən. Mən əgər sual vermək istəyən varsa və ya da çıxış etmək istəyən varsa, auditoriya müraciət etmək istəyərdim. Buyurun. Olar. Olar. Şahlar mənim istəyirsiniz paylaşımı dayandıraq. Mən dayandırım. Nümayişi dayandıraq, bəli. Mən nümayişi dayandırdım. Tamam, çox təşəkkür ederim. Buyurun, Arif müəllim, UNEK-in professoru Arif Şəkərəliyev, eyni zamanda da UNEK-in Xarici Ticarətə Dəstək Mərkəzinin həmsədri. Buyurun, Arif müəllim. Çox sağ olun, təşəkkür eləyirəm. Mən bugünkü çıxış üçün çox hörmətli Şahlar müəllimi dinlədik. Şəxsən mənim üçün bu yeni bir sahədir, bu kosmos iqtisadiyyatı, öyrənmək, kosmosdakı böyük dəyişikliklər, sahənin cəmiyyətimizin inkişafında oynadığı rolla biz bu günləri yaxından tanış olduq. Çox hörmətli Şahlar müəllim bu sahədə ilk tədqiqat aparan Azərbaycanlıdır və keçən əsrin 70-ci illərindən aydın oldu ki, Şahlar müəllim bu sahədə, fizika sahəsində, atom fizikası və kosmik sahədə tədqiqat aparan alimlərimizdəndir və biz Şahlar müəllimin deməli aparmış olduğu tədqiqatlardan bəhrələnirik və bu günləri biz çox maraqlı məsələlər bizə aydın oldu. Burada səma məsələsi, səmanın 3 fəzalı olması məsələsi, deməli səmadan istifadə etməklə ölkələrin öz iqtisadiyyatlarının inkişaf etdirməsi, kosmosun inkişafı məsələsi və bilirik ki, kosmosun inkişaf etdirilməsi məsələsi əsas vacib məsələlərdən biridir və bu məqsədlə də Azərbaycanda kosmik tədqiqatlar mərkəzi yaradılmışdır ki, və bu da bu sahədə müəyyən tədqiqat işləri aparıldı və fərəhli haldır ki, bu sahədə deməli o kosmosa peyklərin göndərilməsi, kosmonavtların deməli kosmosa göndərilməsi zamanı o komissiyanın sədrinin Azərbaycanlı general deməli Kərimovun olması əlbəttə bu bizim üçün qürur verici bir hadisədir. Və bu günləri kosmik sənayedən biz demək olar ki, ölkəmizdə buna böyük önəm verilir. Qeyri-neft sənayesinin prioritetləri var və o prioritetlərdən biri də bu kosmosun inkişaf etdirilməsidir və bu artıq Azərbaycanın demək olar ki, özünün xüsusi peyki var və bu peyk ölkəmizə xeyli küllü miqdarda vəsait gətirir. İstər kənd təsərrüfatının inkişaf etdirilməsində, istərsə də sənayemizin inkişafında bundan səmərəli şəkildə istifadə olunur. Və bundan başqa son dövrdə çox belə fərəhli haldır ki, bu 44 günlük müharibədə bizim qələbə çalmağımızda deməli bu səma cisimlərindən istifadə məsələsi xüsusi olaraq deməli Bayraktar deməli o kəşf eləyən həmin o aparat vasitəsilə istifadə olunması, bunun vasitəsilə deməli torpaqlarımızın azad edilməsində biz bundan səmərəli şəkildə istifadə elədik. Bu da bizə demək olar ki, torpaqlarımızın azad edilməsində müəyyən müstəsna rol oynadı.
Və Şahlar müəllimin məruzəsində burada bu texnologiya məsələsinə böyük önəm verildi. Əlbəttə bu Şahlar müəllimin həmişə Şahlar müəllimi ilə biz dərs danışanda da, tələbələrə öyrədəndə də bu məsələyə xüsusi önəm veririk ki, cəmiyyətin inkişafının əsasında elmi durur. Elm isə texnologiyanın inkişafı deməkdir. Bu sözlər texnologiya isə istehsalın işi. Bu əlbəttə Şahlar müəllimə məxsus olan bir ideyadır. Bu təhsil durur bunların əsasında. Bu günləri Azərbaycanda bu kosmik sənayinin inkişaf etməsində müəyyən uğurlar var. Mən bu sahədə Şahlar müəllimə uğurlar diləyirəm, can sağlığı diləyirəm və çox böyük biz elmi cəhətdən bugün çox zənginləşdik. Şəxsən mən özüm çox qazandım bu günlər. Çox sağ olun Şahlar müəllim, təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirəm Arif müəllim. Başqa söz demək istəyən varsa və yaxud sualı olan varsa buyursun. Cəfər müəllim, xoş gördük sizi də. Buyurun, eşidirik. Salam, xoş gördük. Hər kəsi salamlayıram belə gözəl bir tədbirdə. Şahlar müəllimə maraqlı təqdimat üçün təşəkkür edirəm. Düzü, mənim sahəm olmasa da mənim çox diqqətimi çəkdi və diqqətlə qulaq asdım. Özüm üçün maraqlı nəticələr çıxardım. Deməli, mənim belə bir sualım var. İcazənizlə bunu Şahlar müəllim sevmalamaq istəyirəm. Adını unutduğum professorlardan birinin çox maraqlı bir proqnozu var. O qeyd edir ki, deməli, həmin professor qeyd edir ki, gələcəkdə fabrikalarda 2 canlı olacaq. Bu canlılardan biri insan olacaq, digəri isə it. Deməli, fabrikada olacaq insan ona görə olacaq ki, itə qida versin, ona yem versin. İt isə olacaq ki, insan aparata əl dəyməsin, aparata toxunmasın. Bax, belə bir çağırışın fonundan biz hansı nəticələri çıxarmalıyıq özümüz üçün? Bu barədə nə düşünürsünüz? Çox sağ olun. Mən Cəfər müəllim çox mürəkkəb sual verdin. Çox da maraqlı da misal çəkdin. Yəni gələcəkdə fabrikdə bir it olacaqdı, bir gözətçi olacaqdı. Gözətçinin əsas işi budur ki, itə qulluq edəcəkdir. Çünki artıq 5-ci, 6-cı, 7-ci sənaye olacaqdı. Buna biz nə deyirik indi? İnsansız texnologiya. İnsan olmayacaq texnologiyada. Bu əlbət ki, bir hipotez olsa da çox maraqlıdır. Mən güman eləyirəm ki, Einstein də vaxtında belə bir söz deyibdi. Onun sözünə əsaslanaraq güman eləyirəm ki, heç zaman texnologiya insanın qarşısına keçə bilməyəcəkdir. Bilirsiniz niyə? Bunu mən bircə sadə izahla eləyim. Fərz edin ki, bizim aparatımız, bu ağıllı aparatımız, insansız aparatımız fərz elə insan kimi ağıllı da iyi də biləcəkdir. Ona bənövşənin iyini öyrədərik, o bənövşəni görən kimi deyəcək bənövşədir. Amma görün təbiətdə nə qədər çiçəklər var. Bu çiçəklərin hamının iyini o aparata öyrətməkdən ötürü, hərəsinə bir proqram qurmaqdan ötürü, elə o aparat axırda şif olacaqdır ev boyda, nə bilim, kainat boyda bir şey. Ona görə keçmək mümkün olmayacaqdır. Biz o bəzi hesablamadır, mexaniki işlər bizə kömək eləyir, amma Einstein o fikrini mən də bəyənirəm ki, keçə bilməyəcəkdir. Keçsə artıq dünya tamamilə dəyişir, dünya başqa bir dünya olar. Və bunun mənfi istiqamətdə də inkişafı mümkündür. Yəni deyirlər, robotların inqilabı da ola bilər. Təşəkkür edirəm. Çox sağ olun. Oldu. Cəfər müəllim, çox təşəkkür edirik. Üzr istəyirəm biraz telefon zəngləri var idi. Başqa söz demək istəyən var mı? Səfər müəllim də Ekonomistika Tədqiqat Mərkəzinin tədqiqatçısıdır. Səfər müəllim, sözünüz varsa buyurun. Mən yandırmışdım axı. Etibar müəllim, elə bildim Etibar müəllim çıxıb. Etibar müəllim, siz çıxış eləmək istəyirsiniz? Bəli, bəli. Aha, buyurun Etibar müəllim, dinləyirik siz. Səfər müəllim, üzr istəyirəm, biraz gözləyin. Danışa bilər. Ya mən əvvəl idim, yoxsa?
Yox, siz Etibar müəllim, buyurun Eyüp. Ümumiyyətlə, Səfər müəllimədə söz verəcək. Çox maraqlı bir mühazirə söylədi. Əslində bu cür biliklər mən düşünürəm ki, tələbələrə verilməlidir. Yəni, ümumiyyətlə, kosmosla bağlı məsələlər çoxdur. İqtisadiyyatın da bu məsələyə aidiyyatı çoxdur, çox böyükdür. Və bunun əvvəlcədən, məsələn, Nəsrəddin Tusinin vaxtından böyük bir məbləğ tələb elədiyi, tələb edən bir saha olduğu hamımıza bəllidir. Yəni, Nəsrəddin Tusi 800 il bundan öncə Huluki xana tövsiyə edir ki, bir rəsədxana qurmaq lazımdır. Bu rəsədxananın qurulmasının məbləğini də deyir. Və Hülaki xan çox təəccüblənir ki, yəni bunun üçün göydə ulduzları öyrənmək üçün məyər bu qədər vəsait mi lazımdır? Bunu necə izah edə bilərsən? O çox maraqlı bir misal, çox maraqlı bir təcrübə edir orada Nəsrəddin Tusi. Deyir ki, bir nəfər əskərə bir qazan verin, çıxsın dağın başından onu dığıratsın. Və o qazanı götürür biri, onu oradan dığıradanda yerdəkilərin hamısı təşvişə düşürərək bir tərəfə qaçır. Hülaki xanla Tusi isə bunu müşahidə edilmiş. Deyir, gördünüz, onların hamısı qaçdılar. Çünki ondan məlumatsız idilər. Amma bizim məlumatımız var idi ondan. Biz bilirdik ki, oradan o qazan gələcək. Yəni, nə qədər biz onu öyrənsək, yəni biz səmada baş verən hadisələrin mahiyyətini, göydə olan hadisələrin mahiyyətini nə qədər bilsək, bir o qədər, belə deyək ki, həmişə yer üzündə rahatlıq hökm sürər və Hülaki xan o vəsaiti verir və 40 mindən çox kitabxana üçün yer ayrılır ona, göy cisimlərinin hesaplayan, göy cisimlərinin hərəkətini hesaplayan cihazlar ayrılır, cihazlar üçün vəsait ayrılır. Əslində, Şahlar müəllim bu məsələyə toxundu. Bizdə belə bir institut var idi, Kosmik Tədqiqatlar Elmi Tədqiqat İnstitutu var idi. Bizdə kiçik ölkələrdə bu varislik prinsipinə ümumiyyətlə əməl olunmur. Yəni, indi artıq kosmik tədqiqat, orada 3000-dən çox adam çalışırdı. Orada atmosferi də öyrənirdilər, dənizin şualanma dərəcəsini də öyrənirdilər və s. tədqiqatlar aparırdılar. Ancaq o institut dağıldı və Şahlar müəllimin dediyi o Kərim Kərimov da həmin instituta gəlmişdi və bu qapalı elm funksiyasını daşıyırdı. Kosmosu öyrənmək bu sekret sayılırdı, qapalı sahə sayılırdı. Yəni, bu xarici ölkələrdə də belədir. Yəni, belə olub, oradan çox bələdçiliyim yoxdur. Ancaq indi baxın, o institutdan indi əsər əlamət yoxdur. Ancaq əgər biz o institutu müəyyən dərəcədə qoruyub saxlaya bilsəydik, o alimlərin potensialının və alimlərin bir məktəbləri yaransaydı, biz bir o qədər də bu kosmosu daha yaxından öyrənə bilərdik. İndi diqqət edək, son Nobelçilər fizika sahəsində çox maraqlı bir sahə üzrə aldılar. Bunlar iqlimşünaslar idi. İqlimşünaslar aldılar Nobeli və bu klimatoloqlar aldılar və onlar atmosferin riyazi modelləşdirilməsində kompüter texnologiyalarından, kompüter texnologiyaları vasitəsilə kəşflər etdiklərinə görə bunu aldılar, bu mükafatı aldılar. Əlbəttə ki, yəqin ki, o riyazi modelləşmə var ki, tapıblar onlar. Bu kompüterlərdə tətbiq olunacaq. Bu çox böyük iqtisadi gəlirlər gətirəcək. Kənd təsərrüfatı sahəsində, sənaye sahəsində çox böyük gəlirlər gətirəcək və Şahlar müəllim də yaxşı bilir, bu ötən əsrin 60-cı illərində böyük bir fizik Wolfgang Pauli bir hissəcik, kiçik elementar hissəciyin adını çəkmişdi, neytrinonun və demişdi ki, neytrinonun kütləsini tapa bilmirdilər.
Ancaq görün, Amerikada elm o dərəcədə sürətlə inkişaf elədi ki, yerdə neytrinonu yox, kosmosda, kosmik neytrinonu kəşf etdilər. Yəni, kosmosda neytrinonun kütləsini tapdılar. Düzdür, burada bizdə o elmi populyarlaşdıran elə bir ədəbiyyatlar yoxdur. Biz onun mahiyyətini bilək. O nədir? O kosmosda nə verir? Və bir də çox maraqlı bir anlayış gətiriblər fiziklər. Ona görə də Nobel alıblar. Kainatın inflyasiyası. Yəni, kainatın genişlənməsi, kainatın, səhv etmirəmsə, o böyük partlayışdan sonra alimlərin bir qismi, üç alim demək, o tədqiqata görə Nobel aldı. Kainatın inflyasiyası adlandırırlar, kainatın genişlənməsini. Yəni, bütün bunlar, mən düşünürəm ki, populyar ədəbiyyatlarda əksini tapmalıdır və bunlar gənc nəsilə populyar ədəbiyyatlar kimi verilməlidir ki, kosmos haqqında onların, belə deyək ki, təsəvvürləri olsun. Mən çox təəssüflər edirəm ki, o sayədə ədəbiyyatlar həddindən artıq azdır və bu cür mühazirələrin, məhz bu sahəni, bu sayədə bilgilərin verilməsi, mən düşünürəm ki, olduqca böyük əhəmiyyət kəsb edir. 800 il bundan qabaq 20.000 deməli, o vaxtın pul vahidini bilmirəm, dirhəm idi, nə idi, gələn bir demək, bir rəsədxana ki, Hulusi xan təəccüblənmişdi. İndi görün nə qədər böyük vəsaitlər tələb edir. Bəli, bizim dövlətimiz güclü dövlətdir və iqtisadiyyatımız imkan verir ki, bizim də o peyklərimiz var və biz o peyklərin əhəmiyyətini görürük. Ancaq kosmosun öyrənilməsi, atmosferin öyrənilməsi bizim üçün olduqca böyük əhəmiyyət kəsb edən məsələlərdir və bunlar, mən düşünürəm ki, ayrıca bir predmet kimi tələbələrə dəstənkənar vaxtlarda da öyrədilməsi zəruridir. Bu həm populyar fizikadır, bu həm populyar meteorologiyadır, bu həm populyar coğrafiyadır. İndi Ədalət müəllimə təşəkkür edirəm ki, Ədalət müəllim özü çox böyük mütaliəçidir və özü kitab yazır, tərcümə ədəbiyyatlarına böyük maraq göstərir. Düşünürəm ki, belə bir ədəbiyyatın, hansısa bir üstün bir ədəbiyyatın tapılıb, tərcümə olunub, çap edilib, demək, tələbələrə verilməsi də bir təklif kimi UNEC-ə verilə bilər və bunun da mən hesab edirəm ki, tələbələr üçün çox böyük əhəmiyyəti ola bilər. Təşəkkür edirəm, Şahlar müəllim, sizə bir daha. Etibar müəllim, biz də sizə təşəkkür edirik. Şahlar müəllim, nəsə sözünüz var bu barədə, yoxsa? Yoxdur. Əlavəniz Ancaq minnətdarlıq sözü ola bilər. Həm Arif müəllim Şəkər Əliyevə, professora, həm Etibar Əliyevə, Milli Məclisin deputatı Etibar Əliyev, həm Cəfərə mən təşəkkür edirəm. Biz də Gözəl təşəkkür məsələlər edirik. aldı. Bircə onu mən bilmirəm, demədim. Bizim göydə 3 peykimiz var. Bunu Etibar müəllim çıxışında da doğdu. Hər peykin də öz təyinatı var. Yəni bizim kosmosa qapımız açıqdır, bunu demək istəyirəm. Bu çox vaxtında yaralmış bir şeydir. O Kosmik Tədqiqat İnstitutuna mən tanışdım, gediş-gəlişim də vardı. Və deyək, bu SSRİ-də də 67-ci ildə səhv eləmirəm Kosmik Tədqiqat İnstitutu açıldı və Saqdayev Bakıda da və çox vaxtı o deməli Azərbaycan Milli Elmlər Aviasiya Akademiyasında da mən də bəzən mühazirələr oxuyur. İlk direktoru Saqdayev olmuşdu 67-ci illərdə. Birdən-birə nə isə bax belə, necə deyirlər, siyasətdə olan o burulğanlıqlar hərəni bir tərəfə tulladı. Və bizim də o gözəl Tofiq İsmayılovun açdığı Kosmik Tədqiqatlar İnstitutumuz bax, yoxdur. İndi olsaydı nə gözəl olardı. Həm olardı, həm prezidentimizin verdiyi süni peykimiz var, həm Azərkosmos yaranıbdır. Nəysə, bu ənənəni saxlamağı bacarmalıyıq. Vəssalam, buradan bu tövsiyəni də çıxartmaq olar. Biz yaxşı, dəyərli ənənələri qorumağı bacarmalıyıq. Doğrudur, Şahlar müəllim. Təşəkkür edirik. Səfər müəllim, sizin sözünüz varsa buyurun. Var. Mənim də sözüm var. Əlbəttə ki, belə bir auditoriyada iştirak etmək və çıxış etmək çox məsuliyyətlidir. Şahlar müəllim, mənim müəllimim olub. Buradan ilk növbədə salamlayıram. Sizi salamlayıram, Etibar müəllim salamlayıram. Hamının adını çəkməyəcəm. Natəvə xanım, bizim həmişə filialımızın nətərgəllər, təəssübünü keçən insanlarsınız. Biz də sizin sayənizdə inkişaf edirik. İcazənizlə bir neçə kəlmə mən də deyərdim. Yəni, bu deyilən elmi fikirlər əlbəttə ki,
Çox böyük elmi fikirlərdir və mən Allah mənə qismət eləyir ki, mən Moskvada kosmik biologiya deməli laboratoriyasında oxumuşam, işləmişəm, çalışmışam. Orada deməli böyük akademiklərimiz vardı. Onların rəhbərliyi altında elmi iş görmüşəm. Bu kosmik sözü əslində rəmzi bir sözdür. Yəni kosmik sözünün mənası əslində böyüklük, əlçatmazlıq, genişlənmək və ilaxır istiqamətdədir. Elmi fikirləri çox geniş şəkildə Şahlar müəllim qeyd etdiyinə görə mən üstünə dayanmaq istəmirəm. Amma Şahlar müəllimin özünün tədqiqatları ekonomifizika sahəsində çox böyükdür və orada bir şey mən həmişə yadımda qalır. Şahlar müəllimin bir qəşəng fikri var, deyir ki, istehsalatdakı monopoli ilə rəqabət arasında əlaqədən tərəqqi meydana çıxır. Və bu böyük bir ideyadır, hansı ki, bizdə Azərbaycanda ilk dəfə həmin ekonomifizika sahəsində tədqiqatların rəhbəridir, böyüyüdür. Biz o sahədə müəyyən çalışdıqlarımızı etməyə çalışırıq. Mən yoldaşların sözlərini təkrar eləməmək məqsədi ilə özümün bu yaxınlarda bu sahədə müəyyən tədqiqatlar apararaq bizim əcdadlarımızın, bizim böyüklərimizin bu sahədə harda, necə iş gördüklərini qeyd eləmək istəyərdim. Yəni sözümün mahiyyəti ondan ibarətdir ki, həqiqətində Şahlar müəllim qeyd elədi. Bəzən deyirlər ki, elm qərbdə yaranıb, amma elə deyil. Elm əslində elə bizim özümüzdə yaranıb. Sadəcə olaraq bəzi vaxtlarda xurafat buna imkan verməsə də, mən özüm tədqiqatlar apararaq bir neçə şey araşdırmışam və icazə versəz onları qeyd eləyərdim. Məsələn, bayaq ki, o kosmos böyük Big Bang nəzəriyyəsindən söhbət elədi Etibar müəllim. Siz bu nəzəriyyə əslində bizim müqəddəs kitabımızda Ra'd surəsinin 2-ci ayəsində bu formada qeyd olunur. Göyləri dayaqsız olaraq yüksəldən Allahdır. Fikir verin, buradakı həmin o ifadə əlbəttə ki, onu göstərir ki, neçə 1400 il bundan əvvəl bizim müqəddəs kitabımız bu barədə məlumat verib. Və yaxud orada yenə Ənam surəsinin 101-ci ayəsində qeyd olunur ki, o göyləri və yeri yoxdan var edəndir. Və yaxud digər bir Zariyat surəsi 47-ci ayədə qeyd olunur ki, biz göyü qüdrətimizlə yaratdıq və onu genişləndirməkdəyik. Vaxtınızı çox almaq istəmirəm. Bu ideya 1400 il bundan əvvəl bizim müqəddəs kitabımızda yazılıb. Çox təəssüflər olsun ki, orta əsrlərdə Azərbaycanda necə ki, Nəsrəddin Tusi kimi dahi insanlar müasir dövrdə, hələ indi göydəki ulduzların koordinatlarını təyin eləyirlər. Lakin o dövrdə o özünün sadə cihazı ilə həmin koordinatları təyin edir və bu koordinatlar bugünkü rəqəmlərlə üstə düşür. O dövrdə Reyhan Brununun kəşf etdiyi müxtəlif məlumatlar, yer kürəsi barədə onun dediyi fikirlər, orbitlər barədə dediyi fikirlər də əlbəttə ki, çox maraqlıdır. Yerin, deməli, göyün 7 qat olması, 7 qatdan ibarət olması barədə bizim alimlərimizin dediyi fikirlər bugün hələ öz təsdiqini tapmaqdadır və orada bir fikir var, o fikirlə mən sözümü tamamlamaq istəyirəm. Deyir ki, biz səmada şüaları endiririk və qaldırırıq. Hələ indi kəşf olunub ki, ionosfer adlı bir təbəqə var, hansı ki o ionosfer adlı təbəqə yeri deməli zərərli şüalardan qoruyaraq insanların həyatını xilas edir. Mən Şahlar müəllim tədqiqatlarını oxuyuram və inanıram ki, gələcəkdə biz ondan bəhrələnəcəyik. Bizə vaxt ayırdığına görə, geniş ətraflı çıxış etdiyinə görə Şahlar müəllimə bir tələbə kimi öz adından təşəkkürümü bildirirəm və yəqin ki, başqa gələndə də özündən görüşəcəm. Diqqətinizə görə sağ olun. Sağ olun. Hökmən görüşək. Allah görsün. Təşəkkür edirik Səfər müəllim, gözləyirik biz də sizi. Şahlar müəllim, yenə bəlkə söz demək istəyəm. İlqar müəllim, siz söz demək istəyirsiniz. İlqar Talıbov iştirak edir bugünkü tədbirimizdə. Şəvari adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru. Təşəkkür edirəm Rəna xanım. Hörmətli alimlərimizi, professorlarımızı hər birini salamlayıram və sizin qarşınızda nə qədər bir məsuliyyətli tanışlıq və çıxış olacağını nəzərə alaraq düşünürəm ki, mənim üçün böyük qürur və məsuliyyətdir. Hər birinizi bir daha salamlayıram və bu günlərdə biz Şahlar müəllimlə elə gimnaziyada görüşdük. Həqiqətən həm elmimizin, həm də təhsilimizin müxtəlif sahələri ilə bağlı Şahlar müəllimin çox dəyərli fikirləri oldu və bu gün də Şahlar müəllimin təklifi ilə qiymətləndirmə məsələsinə bir yeni baxış gimnaziyada həyata keçirilir və inanıram ki, bu tədqiqat və yaxud iş bizdə məktəb qiymətlənməsi üçün çox faydalı olacaq və bu gün təhsilimizin
elmə inteqrasiyası Şahlar müəllimin simasında ən gözəl şəkildə həyata keçirdiyinin mən fərqindəyəm. Sağ ol deyirəm şəxsinə ki, bizim gənc nəslin həm təhsili, həm də elmli böyüməsi üçün, inkişafı üçün əlindən gələni edir. Və bu gün də yaşının bu gözəl vaxtında əsirgəmir heç kimdən öz təcrübəsini, bu bizi sevindirir. Allah uzun ömür versin Şahlar müəllimə. Və mənim üçün əsas maraqlı olan bir şey var ki, 2013-cü ildən Azerspace P2 bilirsiniz ki, artıq Azərbaycanın bir brendinə çevrilib. Şahlar müəllimin bu Azerspace P2'lərinin hazırlanmasında və yaxud onun iqtisadi tərəfdən mənfəətinin hesablanmasında bir töhfəsi olubmu? Və perspektivi nə dərəcədə perspektivlidir deyə öyrənmək istəyərdim ki, o Azerspace P2'ləri Azərbaycan iqtisadiyyatı üçün nə dərəcədə əhəmiyyətlidir və təxmin etmək olarsa bizə həmin məbləği də söyləsə yaxşı olar. Yəni, Azerspace'in iqtisadi tərəflərini söyləsə çox maraqlı olur. Təşəkkür edirəm əvvəlcədən Şahlar müəllim. Biz sizə təşəkkür edirik İlqar müəllim. Buyurun Şahlar müəllim. Mən deməli onu deyim ki, mən güman edirəm ki, biz peyslər Azərbaycanda hazırlamayıb. Buna görə mənim elə bir qətiyyən rolum olmayıbdır. Çox təəssüf edirəm və özümə də böyük bir söz sayıram ki, hələ indiyə qədər Azərkosmosa özüm ziyarət edib, onlarla tanış olmamışam. Allah qoysa, onlarla tanış olub eləyəndən sonra Pişəvəri Gimnaziyasına gəlib, şagirdlər qarşısında daha populyar dildə məlumat verərik. Təşəkkür edirəm. İnşallah qismət olar. Çox sağ olun. Mən bir daha qeyd etmək istərdim ki, bugünkü tədbirimiz UNIC-də mart ayının 1-dən 28-nə qədər keçirilən elm festivalı çərçivəsində təşkil olunub. UNIC Tədqiqat Mərkəzlərinin işini əlaqələndirməsi və təşkili şöbəsi, bir də hörmətli professor Şahlar müəllimin rəhbərlik etdiyi, demək, Ekonofiska, UNIC Ekonofiska Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub. Elm festivalı çərçivəsində bizdə xeyli sayda tədbirlər var, 33 tədbir keçirilir, hələ ayın 28-nə qədər keçiriləcək. Mən onu da xatırlatmaq istərdim ki, mart ayının 16-sında deməli, Şahlar müəllimin bir tədbiri yenə keçiriləcək, fizika üzrə 2021-ci ilin Nobel mükafatçıları haqqında elmi seminar olacaq. Hər birinizi də orada iştirak etməyə dəvət edirik. Bu haqda da deməli, sosial şəbəkələrdə, universitetin UNIC-in saytında məlumatlar, elanlar gedəcək. Ümumiyyətlə, təkcə Şahlar müəllimin rəhbərlik etdiyi UNIC Ekonofiska Tədqiqat Mərkəzi tərəfindən deyil, digər deməli, mərkəzlər, tədqiqat mərkəzləri tərəfindən də seminarlar keçiriləcək, təşkil olunacaq. Belə, Şahlar müəllim, sonda yenə sözü sizə verim. Sözüm budur ki, 16-sında olan tədbirdə məruzəçi kimi Etibar Əliyevdən mən razılıq almışam. Etibar Əliyevin adını yazır. Mütləq, mütləq. Çünki o Etibar Əliyev UNIC üçün yad adam deyil. Bəli, elədir. İctimai Şurasının... Həm Şahlar müəllim, həm də Etibar müəllim UNIC-in İctimai Nəzarət Şurasının üzvləridirlər. Bundan da fəxr eləyirik. Həmişə yeriniz. Bu həm də biraz yaxşı olur da 2 müəllif olsun. Doğru, doğru Şahlar müəllim. Yenilik olur. Doğru, bizim heç bir etirazımız yox. İcazənsə onda bugünkü tədbirimizi bağlı elan edək. Hər birinizə təşəkkür edirik. Sağ olun. Sağ olun. Şahlar müəllimə də təşəkkür. Çox təşəkkür ederim. Sağ olun. Sağ olun. Vaxt ayırdınız. Sağ olun. Şahlar müəllimə də xüsusi təşəkkür. Çox sağ olun. Var olun. Sağ olun. Təşəkkürlər.